Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər. Bu il deməli, nəticələrimiz çox yaxşı oldu. İkinci cəhdin nəticələri açıqlanandan sonra əslində ballarda dəyişiklik oldu. Mən əvvəlcədən paylaşmışdım. 600+ bal yığanları paylaşmışdım. Məsələn, xatırladım sizə. Əliyeva Mədinə 678 bal, Mədinənin balı qalxıb hardasa olub 687 bal olubdu. Mədinə həm buraxılışda riyaziyyatdan 100 yazıb, həm də blokda 100 yazan tələbələrdəndir. Belə tələbələr az olur, düzdür, amma Mədinə həmin tələbələrdəndir ki, həm buraxılışda, həm blokda 100 yazan tələbələrdəndir. Sonra gəlir bizim dostumuz Hüseyn 668 bal. Hüseyn düzdür, ikinci cəhddə balını artıra bilməyib, amma riyaziyyatı 100% nəticə yazmış tələbələrdən biridir. Sonra gəlir İslam, dostumuz İslam, riyaziyyatdan buraxılış nəticəsi 94-ün 100-ədir, 666 bal. İslam ikinciyə girməyi istəmədi, çünki kifayət qədər onsuz da yaxşı balı var və bu balla da istədiyi yerə düşə bilir deyə. 600+ Şahanə gəlir, 3-cü qrupdur. 3-cü qrup olmağına rəğmən və Verdiyə və Şahanə demək. 3-cü qrup olmağına rəğmən bilirsiniz də 3-cü qrup uşaqlarının riyaziyyatla ulduzları barışmır. Şahanədə də əslində birinci olaraq barışmırdı, amma çox yaxşı məsuliyyətli şagird olduğu üçün nəticə etibarilə riyaziyyatdan mövcud 100 baldan 92 bal götürür. Sonra gəlir bizim Əlzadə Nərgiz mənim çox yaxşı məsuliyyətli şagirdlərimdən biridir. Təəssüflər olsun ki, təəssüf edirəm ki, riyaziyyatdan 72, 100 üzərindən 72 yazıbdı. Əslində Nərgizin potensialı tam olaraq %100 şagirdlərdən biridir. Mən təəssüf edirəm ki, imtahanda biraz ingilis dilinin belə deyək də, şagirdin vaxtını aparan ingilis dili Azərbaycan dili olduğu üçün mətnlərdə riyaziyyata biraz vaxt az qaldığına görədir bu bal. Yəni sırf şagirdin 5-6 suala baxa bilməyib ümumiyyətlə. Ona görə, yoxsa şagirdin onsuz da 650 bal kifayət qədər yaxşı baldır. Bilinir ki, bu şagirdin məsuliyyət yazır üzündən. Sonra Nurcan da riyaziyyatdan 97 yazıb, 100 bal üzərindən riyaziyyat ikinci cəhdə sözün açığı hələ heç məlumatım yoxdur barəsində soruşacağım özündən görün neçə yazıbdı. Nurcan da kifayət qədər məsuliyyətli tələbələrdən biridir. Ümumiyyətlə, bax, məsuliyyətli tələbələrimiz, burada şagirdlərin hamısı demək olar məsuliyyətli. 97, 100, 95 nəticəsi. Belə, bu 600+. Deməli, burada bizim tələbələrdən 3-4 nəfərimiz yoxdur. İnşallah onları da bərabər paylaşacağım. İnşallah bu il nəticələrimiz bundan da gözəl olacaq. Bir də bizim qaldığım 500+ bal, 400+ bal yazan şagirdlərimiz var ki, onları paylaşmamışam. Məsələn, 450 bal yığan şagirdim var ki, riyaziyyatdan 100 yazıb. Hətta buraxılışda yox, blokda 100 yazıbdır, 100-100 yazıbdır. Yəni 100% yazıbdır da, blokda 150 baldan 150 balın 150 balını da götürübdür. Hər birinizə uğurlar arzulayıram. Yeni hazırlaşacaq tələbələrə belə deyək, bu nəticələri hamısını arzulayıram ki, inşallah istədiyiniz kimi nəticə toplayarsınız. Hər birinizə uğurlar.